Alə ön qoşmadır. Ön qoşma. Əksəri. Alədən ayrıdır. İsim də əksəri. Beləliklə məd həmzədən ayrı işlənib. Ayrı işləbdə olacaq bizdə nə? Məddi münfəsil. 3 hərəkə miqdarında qaldırırıq. Alə əksərihim. Kəf hərfin dedikdə diqqətli olmaq lazımdır. Kəf hərfinin məxrəci dilin sonu və dilçəyin axırındadır. Bu cürə deyirik. Əksərihim. Əksərihim. Sə hərfi pəltək. Dilimiz iki dişin arasına girir xəfifcə. Sə deyirik. Ri incə oxunacaq. Tərqiq oxunacaq. Çünki ra hərfinə sonra i gəlib. Him dedikdə mim hərfi izhar olacaq. Əksərihim. Əksərihim. Fəhum. Fəhum. Fə incə samit. Hu incə. Mim izhar edirik. Ağız yumulur. Dodaq hərfidir. Fəhum. Lə. Lə iki səs qədər qaldırılır. Burada artıq qırma baş veriləcək. Qırılma. Yu'minun. Yu'minun şəklində oxuyacağıq. Yu'minun. Mim hərfi incə, nu incə, nu deyil, nu şəklində uzadacağıq. Mədd də ariz olacaq. 4 hərəkə miqdarında uzadacağıq. Yu'minun. Yu'minun şəklində oxuyacağıq. Bir də ayəni oxuyuram. Ləqad haqqal qavlu alə əksərihim fəhum lə yu'minun. Sonra gəlir. İnnə cealnə. İnnə cealnədə gördüyünüz kimi məəl-ğunnə yazılıb.